deməli, başlayır refleksiv pedaqoji yanaşma. Ümumiyyətcə, refleksiya nə deməkdir müəllimə? İnsanın məsələn özü özünə refleksiya etməsidir. Məsələn, tədris prosesində burada refleksiya eləyən təkcə şagird deyil. Birinci növbədə refleksiya etməkdən ötəri insanın özündə güclü metakognitiv bacarığı olmalıdır. İstər bu şagird olsun, istərsə də müəllim olsun. Yəni refleksiv pedaqoji yanaşma dedikdə, burada yalnız şagirdlər nəzərdə tutulmur. Müəllimlər özləri də nəzərdə tutulurlar. Yəni burada həm öyrənənə aiddir bu, həm də müəllimə aiddir bu. Yəni məsəl üçün bax burada nümunələr var. İndi bax məsəl üçün mən burada qeyd edeyim sizin üçün. Deyir ki, məsələn burada deyir ki, öz tədris fəaliyyətinə baxır müəllim özü. Necə deyir, nəyi necə öyrətdim? Məsələn, öz-özünə görsə sual verir. Nəyin? Bax, məsələn, refleksiya nə deməkdir? İnsanın özünə sual verməsi və o suallara cavab tapmasıdır. Sual verdim, cavab tapdım. Əgər sual varsa bir yerdə, o yerdə inkişaf var. Görürsüz, kurikulum özü şagirdləri nəyə cəlb eləyir? Suala. Və şagirdin, məsələn, görürsüz, məsələn, bir şagirdə sual verilir, tutalım da, kurikulum nəyin əksinədir? Məsələn, müəllimin özünün cavab verməsinə və yaxud da ki, daha hazırlıqlı bir şagirdə cavablandırmasına. Kurikulum bizə nə deyir, müəllimə? Deyir ki, istiqamətləndirici suallar verməklə sən o uşağa doğru cavabı tapdıra bilərsən. Çünki o uşaq bu sinifdədir də. Sən dərsi öyrətmisən, soruşmusan ki, başa düşdünüz, o da başını salladı ki, başa düşmüşəm, elə deyil. Və o müddətdə belə çıxır ki, o uşaq hardasa mövzunu qavrayır və onun da yadında qalan bir şeylər var. Deməli, sən istiqamətlendirici suallar verməklə uşağı oyada bilərsən. Yəni kurikulum bunun tərəfdarı idi ki, yəni mən indi öz praktikamdan, yəni düz az olsa da praktikam, yəni bunu dəfələrlə sınamışam, həqiqətən də işə yarayır. Sadə suallar verməklə uşağı yönləndirmək olar prosesə. Çünki bəzən ən asan şeylər belə bizim yadımızdan çıxa bilir. Yəni bu təbii bir şeydir. Bircə dəqiqə müəllim məni çağırırlar. Aha. Deməli qeyd etdik ki, kurikulum görsə suallar deyir, həm işin mükəmməl olmasına ötəri həm özünə sual verməlisən, həm şagird öz təcrübəsinin, təhsildə dizayn düşüncəsi var idi ya. Gördünüz, təhsildə dizayn düşüncəsi uşaq nəsə yaradandan sonra axırda öz-özünə refleksiya etməli idi, soruşmalı idi, öz işinə baxmalı idi ki, yəni görəsən mən bunu necə hazırladım, necə düzəltdim. Yəni insan özünə bir daxili dialoq halına mütləq şəkildə keçməlidir. Sonra məsələn, necə bir nümunə? Məsələn, nəticəni təhlil edir. Məsəl üçün, müəllim özü nəticəni təhlil edir. Şagird necə öyrəndi? Müəllim şagirdlərin fəaliyyətinin nəticəsində, yəni öz-özünə sual verir ki, şagird necə öyrəndi? Yaxşı öyrəndisə, müəllim nə etməlidir? Yeni mövzuya davam etməlidir. Yaxşı öyrənmədisə, deməli, planlaşmada hər hansı bir dəyişiklik edib mövzunu yenidən tədris edə bilər ki, şagirdlər daha yaxşı anlaya bilsinlər. Daha sonra yeni strategiyalar planlaşdırır. Baxın bu hissədə. Növbəti dəfə necə etsəm daha yaxşı ola bilər. Yəni, məsəl üçün, tutalım ki, belə çıxır ki, müəllim buradakı fəaliyyətindən tam da razı qalmamışdı və deyir ki, növbəti dəfə hədəfləyir. Hədəfini qoyur ki, necə yaxşı edə bilərəm ki, daha yaxşı alınsın. Deməli, müəllim öz işinə tənqidi yanaşır, özü barədə, məsələn, düzdür, mükəmməl iş görməyə çalışır, amma özünə tənqidi də yanaşa bilir bu arada. Daha sonra müəllimlər, indi bax, burada şagirdlər üçün var. Görə şagirdlər necə özlərinə sual verə bilərlər? Öz öyrənmə prosesinə baxır. Uşaq öz öyrənmə prosesinə baxır və deyir ki, nəyi yaxşı başa düşdüm. Deməli, bugün müəllim dərs keçir, dərsi izah eləyir. Tutalım ki, uşaq 6 saat dərs keçib. Məsəl üçün, 6 saat ərzində deyir ki, hə, mən hansı fəndən hansı mövzunu daha yaxşı başa düşdüm. Və yaxud da Azərbaycan dilindən müəllim mövzunu izah eləyir. Deyir ki, mən nəyi yaxşı başa düşdüm, nəyi yaxşı başa düşmədim. Deməli, uşaq burada artıq kateqoriyalara ayıra bilir də öz biliyini. Daha sonra müəllim çətinlikləri müəyyən edir. Harda çaşdım və niyə çaşdım? Səbəbini müəyyən eləyir. Görürsüz, özü-özünə daxili dialoq halındadır və səbəb-nəticə əlaqəsini qura bilir burada. Daha sonra deyir ki, dəyişiklik planlaşdırır. Məsələn, bu necədir? Gələn dəfə necə fərqli öyrənə bilərəm? Bu, uşağın öyrənmə strategiyasına bağlıdır. Bu da görürsüz nə ilə bağlı birbaşa? Metakognitiv bacarıqlarla, metakognitiv biliklərlə. Deməli, şagird bu dəfə bu strategiyanı sınayır. Alınmırsa, növbət dəfə başqa bir strategiyadan istifadə edirsə, deməli, burada uşaq özü üçün nə isə təşkil edir və bu təşkil etmə nəticəsində də uşaqda deməli onu göstərir ki, yəni uşaqda metakognitiv bacarıq var. Və burada qeyd edilir ki, refleksiya həm özünü qiymətləndirmə, həm də özünü inkişaf mexanizminə çevrilir. Baxın, özünü tənzimləmə. Uşaq bilir ki, onun bir məqsədi var və yaxud da müəllim bilir ki, onun bir məqsədi var və bu məqsədə görə də işini planlaşdırır, strategiyalar yaradır və belə deyək ki, özünü tənzimləyir. Belə deyək ki, özünü düzəltməyə başlayır. Öz fəaliyyətini deyək, xasiyyət xarakteri nəzərə alınmır burada. Burada deməli öz fəaliyyətini
tənzimləyir və özünü inkişaf elətdirir. İnsanın özünü. Bax, məsələn, görürsüz, metakognitiv bacarıqda nə var idi? Özünü tənzimləmə. Bu özünü tənzimləmə və bax, məsəl üçün, özünü idarə etmə anlayışı nə deməkdir? İnsanın davranışlarını idarə etməsidir. İnsanın öz hisslərini öyrənməsi və öz hisslərini öyrənib tanıyandan sonra davranışların idarə etməsi. Davranış məsələn insanlarda jestlərlə, mimikalarla və hər hansı bir fiziki təsirlərlə ola bilər. Nəysə, yəni çox kənara çıxmayaq. Refleksiv pedaqoji yanaşmanın müəllimlər özünün mərhələləri var. Birinci gəlir baxın bu müşahidə mərhələsi. Müşahidə mərhələsində müəllim və şagird təlimdə baş verənləri obyektiv müşahidə edirlər. Baxın, şəm şagirddə durur sakitcə sinif prosesində, digər uşaqlar müəllimləri izləyirlər, həm də müəllim şagirdləri izləyir. Deməli burada nə var? Qarşılıq var. Deməli burada müəllimə aid olan nədir? Şagirdlər tapşırığı fərqli şəkildə başa düşürlərmi? Demək, fərqli şəkildə başa düşürlərmi? Yəni anlaya bilirlərmi? Bu üsul mənim üçün çətindirmi, yoxsa maraqlı? Maraqlı. Görürsüz, uşaq özünə daxili dialoq halındadır. Bu nə deməkdir? Baxın, müəllimin verəcəyi sual, burada diqqətli olaq. Müəllimin verəcəyi sual tədris prosesinin yaxşılaşdırılması ilə bağlıdır. Təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Amma uşağın verdiyi qərar isə təbii ki, müəllim burada inkişaf eləyir, müəllim özü də inkişaf eləyir. Amma uşağın verdiyi sual isə müəllimlər özünün belə qeyd edək ki, sırf özünün inkişafına yönəlir. Amma müəllimin verdiyi sual isə həm müəllimi inkişaf elətdirir, həm də təlimin keyfiyyətini daha da yaxşı edir. Uşaqları dərsə cəlb edir və qoyulan nəticəyə tam şəkildə çatmağı ehtiva edir və müəllim bundan ötürü özünə sual verir. Yəni bundan ötürü özünə sual verir. Amma uşaq isə bu mənim üçün çətindirmi, yoxsa maraqlı? Bu görürsüz özü ilə bağlı sual verir. Yəni burada metakognitiv bilikdə biz nə dedik? Öz anlayışı var. Bax belə yadda saxlayın. Özü ilə bağlıdır. Amma görürsüz, müəllimin verdiyi suala bax, deyir ki, şagirdlər tapşırığı şagirdlərlə bağlı sual verir. Təlim prosesi ilə, tədris prosesinə bağlı sual verir. Amma uşaq isə yalnız özü ilə bağlı bir sual verir. Məsələn, bunu mən bəyəndim, bəyənmədim, bu mənə uyğun oldu, uyğun olmadı və s. Təhlil qiymətləndirmə mərhələsi gəlir müəllimlər növbəti olaraq. Təhlil və qiymətləndirmə mərhələsi. Təhlil və qiymətləndirmə mərhələsində deyilir ki, fəaliyyətin niyə uğurlu və niyə uğursuz olduğunu analiz etmək. Hər hansı bir fəaliyyətin niyə uğurlu və niyə uğursuz olduğunu analiz etmək. Yəni təhlil etmə mərhələsi, yəni bir işin gözlənilən nəticəni verib-vermədiyini yoxlamaq. Bax, məsəl üçün deyək ki, biz məsəl üçün internetdə gördüyümüz hər hansı bir şirniyyatı hazırlayırıq. Hazırlayandan sonra biz nə edirik? Yeyirik, dadına baxırıq ki, yəni görəsən orada deyilənləri bu ödədimi, oldumu və daha sonra özümüz öz fikrimizlə dəyərləndiririk ki, mən bir daha bunu bişirərəmmi, yoxsa etmərəmmi? Yəni nəticənin uğurlu olub-olmadığını, yəni biz bu mərhələdə təhlil və dəyərləndirmə mərhələsində yoxluyuruq. Və görək müəllim necə sual verir? Müəllimlər, baxaq. Əgər deyir bu üsul işləmədisə, səbəb nə oldu? Demək olar ki, bax görürsüz, deyir səbəb nə oldu? İzah, vaxt, resurs, yoxsa motivasiya. Görürsüz, müəllim tədris prosesi ilə bağlı sual verir. Deyir, əgər bu üsul işləmədisə, buna səbəb nə oldu? Bəlkə mən düz izah eləməliydim. Bax, görürsüz, müəllim səhv özündə axtarır. Bəlkə vaxt çatmadı, bəlkə resursum tam deyildi, bəlkə mən motivasiya edib uşaqları dərsə cəlb etmədim. Amma uşaqların sualı necə olur? Səhvim nədən qaynaqlandı? Uşaq özünə sual verir. Səhvim nədən qaynaqlandı? Bax, görürsüz, nə qədər əhatə dairəsi, məsələn, belə deyək ki, dardır. Yəni, uşağın verdiyi sual. Amma müəllimin verdiyi sualın əhatə dairəsi daha genişdir. Ümumi tədrislə bağlıdır və müəllim burada əsas məsuliyyət çəkən şəxsdir. Daha sonra planlaşdırma və dəyişiklik mərhələsi. Ürfanə müəllimə, aydın olmayan bir məqam varsa sual verə bilərsiniz. Müəllimə, axşam elə buranda oxudum refleksiv yanaşmanı. Adaptiv yanaşmanı hələ oxumamışdım. İndi baxdım ki, siz izah edirsiniz. Elə eyni oxuduğum şeydir. Anlayıram müəllimə. Aydın olur. Bir də oxuyacağam. Gecə yorğun oluram. Bilirsiniz, gecə oxumaq mümkün deyil. Həm Azərbaycan dili işləmişdim, arxa-arxaya 2 ayrı-ayrı testlər işləmişdim. Oturdum, oxudum, gördüm, yox, həm sürətimiz yaxşı deyil. Həm də ki, başım ağrıyır. İndi bir də oxuyacağam müəllimə. Gecə istirahət edin müəllimə. Gecə yatmaq üçün imtahana yaxın müddətdə gecə yuxusuna diqqət edin. 5 saat yatın heç olmasa. Deməyin, ay nə bilim 3 saat. Elə öyrətmişəm özümü. 7 saat yatmasam ayaq üstə dura bilmirəm. Hardasa saat 12 tamamda 8 tamamda 8 saatda, yəni 8-də bir də görürsüz 1-də yatıram, 8-də dururam. Yəni bu aranı yatmadan mən günüz hərəkət edə bilmirəm. Nə müəllimə doğru cavab verə bilmirəm, nə işdə
Duram, yəni o yuxumu almasam olmur. Nə Hə. qədər azaltmağa çalışdım, gördüm yox, mümkün deyil. Yuxumu azaltdıqca yəni enerji bitir. Bəli. Bax çalışın ki, saat 11-də, uzağı 12-də yatın ki, yəni daha da tez oyananda, yəni insan daha tez oyananda gün ərzində daha enerjili olur. Yəni siz də daha enerjili davam eləyərsiniz. Adam gec oyandıqda yuxudan enerjisi olmur, özünü daha çox qınamağa meylli olur. Yəni mənfi enerjilərlə dolur. Amma daha tez yatanda, daha səhər tezdən tez oyananda, elə bir cümləyə baxsaz, məsələn, böyük bir mətn oxusaz belə o sizin yadınızda qalacaq. Beynin təmiz vaxtı olur çünki. Bir də ki, öyrəndiklərimiz yuxuda tənzimlənir, beynimizdə yerləşdirilir yerinə. Yuxuda, hər şey yuxuda öz yerini tapır. Baxın, siz deyərsiniz ki, yox, mən canıma cəfa verim, belə edim, elə edim. Yəni bu hamısını yaşamışam deyə ona görə deyirəm müəllimə. İmtahana son 1 ay qalmış. Universitet vaxtı elə onu müşahidə elədim ki, nə qədər mən özümü öldürsəm də mən bu yuxumu almamış, gedib imtahanda heç nə yaza bilmirəm də. Yəni bilirəm, amma yaza bilmirəm. Çünki beyin yorğundur. Anında işə düşmür. Sonra mən istirahət edib oyanandan sonra deyirəm ki, mən bu sualda bunları yazmalıydım. Aha, görürsüz. Yəni deməli sizdə metakognitiv bilik var, metakognitiv bacarıq var. Deməli bununla bağlı ona görə bax mən sizə dedim, qeyd elədim ki, bayaq hazırlığı gündüz saatlarına keçirdə. Yəni mən bunun üçün çox israrlıyam həqiqətən. Mən istəyirəm ki, mənim də işimin keyfiyyəti olsun. Ürfanə müəllimə. İşimin keyfiyyəti olsun. Yəni siz yuxulu vaxtda axı gedib məsələn İraq olsun imtahanda yazmasaz, məsələn o vaxtları axı mənim də məsələn əziyyətimə yazıq olur, sizin özünüzün də əziyyətinizə yazıq olur axı. Məsələn ixtisası illərdir oxuyuruq, bir çox mövzulardan hətta xəbərdarıq, amma kurikulumdan yeni mövzular var, tanış olmayan şeylər var. Biz onları daha çox səylə öyrənməliyik və eyni zamanda daha çox enerjili vaxtımızda öyrənməliyik ki, gedək imtahanda həqiqətən də yüksək nəticə toplaya bilək Allahın köməkliyi ilə. Görürsüz? Hə. Necə? İxtisasa para bilirsiniz. Necə? Yəni testlərini falan işləyə bilirsiniz, yoxsa elə qulaq asırsınız? Düzü vaxt tapmamışam. Çünki məktəbin işləri var hələ ki. İnşallah yəni edərəm. Amma dərs oxumuram, açıq deyim. Çünki mövzuların çoxsunu bilirəm, yeni mövzuları bilmirəm. Ədəbiyyat məncə sizə oxumağa məncə yəni ehtiyac yoxdur. Oxuyuram, bir də oxuyuram. Bilirsiniz necə? Yorğun vaxtımda baxıram ki, mən falan əsəri bilmirəm. Deyir ki, səhvlərim deyir nədən qaynaqlandı? Görürsüz, uşaq ancaq özünə yönəlik olur. Müəllim isə amma tədris prosesinə bağlı sual verir. Sonra planlaşdırma və dəyişiklik. Bu hissədə planlaşdırma dəyişiklik. Görək müəllimə aid nədir? Burada alınan nəticəyə əsasən yeni fəaliyyət planı qurulur. Məsəl üçün tutalım ki, deyək ki, müəllimin fəaliyyəti uğurlu oldu, müəllimə. Uğurlu oldusa, növbəti mövzuya, yeni mövzuya davam edir. Əgər uğursuz oldusa, tədris planında hər hansı bir dəyişiklik edir. Məsəl üçün edir ki, məsələn, isim mövzusunu yenidən tədris eləsin ki, uşaq öyrənsin, növbəti mövzuya keçsin. Amma planlaşdırma və dəyişiklik olan hissədə artıq müəllim öz fəaliyyət planını qurur bu hissədə. Müəllim deyir ki, növbəti dəfə bu mövzuda daha çox vizual və ya praktik üsulla təqdim edəcəm. Deməli, əvvəl məsələn müəllim deyir ki, vizual, yəni şəkillərlə, videolarla və yaxud da ki, praktik üsulla şagirdləri işlədəcəm. Bax belə bir plan qurur ki, deməli bu üsul işə yaramadı. Əvvəl müəllimin tətbiq elədiyi üsul işə yaramadı və müəllim növbəti dəfə plan qurur. Görürsüz, neçə dəfə sual verdi. Sualın nəticəsində plan və dəyişikliyi olan hissədə müəllim artıq adekvat cavab verməyə başladı özünə. İndi görək şagird necə adekvat cavab verir. Deyir ki, növbəti tapşırıqdan əvvəlcə plan quracam. Yəni şagird nə deyir? Mən işimi planlaşdırandan sonra dərsimi oxuyacam. Yəni belə edəndə daha yaxşı. Bax məsəl üçün mən orta məktəbdə oxuyanda əmim fizika müəllimi idi. Qorxurdum deyə. Yəni çox əvvəlki müəllimlər çox qorxuducu olurdular da, belə deyək. Onlar behavioristlər kimi də, belə deyək. Məsələn qorxurdum deyə məsələn mən fizika fənnini oxuya bilmirdim. Amma o demək deyil, fizikanı qavraya bilmirdim. Məsələn əmimin şagirdi var. O dərs keçirdi mənə. Məsəl üçün mən onun fənnini, fizikanı sevə-sevə oxuyurdum. Amma əmim dərs keçəndə bildiyimi də unudurdum. Yəni burada artıq mən evdə özüm üçün plan qurmuşdum ki, yox. Mən fizikanın hamısını birinci oxuyanda o biri fənləri çatdırıb oxuya bilmirəm. Ona görə də birinci o biri fənləri oxuyacam, ondan sonra fizikanı oxuyacam. Çünki bilirsiniz qorxu elə pis bir şeydir ki, yəni insanın beyni kilitlənir. Artıq heç nəyə cavab verə bilmirsən. Yəni beyin istəsə də oxuya bilmir, çünki qorxunun yanında fikir qalır. Özüm üçün belə bir plan qurmuşdum ki, birinci o biri fənləri oxuyacam, ən sonunda fizikaya qayıdacam. Hətta belə bir şey olmuşdu ki, mən deməli dərsi yaxşı öyrənməmişdim. Təcili aid bir dərs idi. Yəni haşiyə çıxım. Anam mənə dedi ki, gecə öyrənməsən gecə də yatmayacaqsan. Belə bir şey demişdi. Sonra mən də gecə oturdum, bilmədim nə arim. Olsa yadımda qalmır fizika, bir tərəfdən qorxuram filan. Oturdum dərsi mən şeir kimi əzbərlədim. Şeir kimi əzbərlədim və səhəri gün getdim, dərsi danışdım və 5 aldım. Mənim çox xoşuma gəldi. Yəni bu taktika ki, yəni mən fizikanı elə oxuya bilmirəmsə, onu da əzbərləyim. Bilirsiniz,
İndi deyəcəksiniz ki, bu doğru bir metoddur. Xeyr. Və o qorxu məni illərlə əzbərçiliyə sürüklədi və mən artıq o əzbərçilik, o məngənəsindən yenicə çıxmışam. Yəni əzbərçilik özü də bir əzabdır. Yəni hər insana verilə necə deyim, hər insan ondan uğur qazana bilməz. Amma məsələn mən dəfələrlə uğursuzluğa düçar oldum ona. Ona görə də uşaqlar da gərək kurikulum uşaqlara, yəni müəllimləri belə mesaj ötürür ki, siz tədris prosesini elə qurmalısınız, elə təşkil etməlisiniz ki, uşaqlar özləri üçün düzgün qərar verə bilsinlər. Bax mənim verdiyim o qərar düzgün qərar deyildi və məni illərlə çətinə saldı. Yəni bax belə bir. Yəni bu düzgün qərar mütləq şəkildə olmalıdır. Amma sonra deyir ki, müəllimi refleks. Bəli. Mən ancaq şey eləyirdim. Məndə də riyaziyyat fənni o şəkildə olmuşdu, sizi kimi də. Yəni mən qohumum falan deyil. Amma qorxurduq da. Yəni müəllimdən oxumaq istəyirdim, amma müəllimdən qorxurduq ki, mənə qışqıracaq. Yaxşısı budur getməyim də, yəni. Mən də o yaşamışam. Bir də İngilis dili müəllimindən qorxmasam da, müəllimin belə itici baxışı, yəni səni önəmsəməməsi məni o fənlə aramda bağı qoparırdı. Mən istəyərək onu oxuya bilmirdim də, yəni. Aha. Görürsüz, müəllimə. Görürsüz, bəzən ətraf mühit belə insanı öz-özlüyünə daxili, belə deyək, nitq qurmasına, daxili dialoq halına keçməsinə və özü üçün səhv nəticələrə gəlməsinə gətirib çıxarır. Bax görürsüz kurikulum, bax görürsüz real həyatdan götürülür. Yəni biz kurikulumu gözümüzdə çətinləşdirməyək. Bax, məsəl üçün bizə əslində kurikulum məsələn, deyək ki, ədəbiyyatlarının yenilənməsi və yəni belə deyək, proqramının genişlənməsi əslində pis bir şey deyil. Bu çox gözəl bir şeydir. Görürsüz, biz özümüzlə, öz keçmişimiz barədə gör nə qədər şeyləri gözümüzün önünə gətiririk. Artıq məsələn üzərində düşünürük ki, deməli mən məsəl üçün savadsız deyilmişəm də. Deməli mənim belə məsəl üçün məsələn deyirəm. Bu vəziyyətə gəlib çıxmağımda səbəb var imiş. Deməli biz artıq özümüzlə hal-hazırda daxili dialoq halındayıq və hazırki vəziyyətimizin səbəb-nəticə əlaqəsini indi qurmağa başlayırıq. Əslində gözəl bir şeydir bu kurikulum. Sadəcə onlara inşallah imtahanda da uğur qazandırar bizə, yəni biliklərimiz. Sonra müəllimi Amma müəllimlər tam tətbiq eləyə bilmirlər də, yəni. Eləsələr çox yaxşı sistemdir. Bəli, indi gərək bilirsiniz, tək müəllimlə deyil də, müəllim də istəyər ki, müəllimin işini asanlaşdırır əslində bu. Valideynlər də gərək o təfəkkürdə ola. Çünki valideynlər təhsilə çox da isti baxmırlar. Məktəb təhsilinə isti baxmırlar. Hamısı hazırlıq təhsilinə yönəliblər deyənə, müəllimlərin də motivasiyası ölür bu yöndə. Uşaqlar məsəl üçün hazırlığa gedən uşaqlar sinifdə, məsələn, elə uşaqlar var ki, indi ailədən gələn bir şeydir. Müəllimə məsələn yuxarıdan aşağı baxırlar. Təbii ki, yəni bu şeylər hamısı müəllimi prosesdən soyuda bilir. Çox təəssüflər olsun ki, yəni bu belədir. Ona görə də yəni bilirsiniz, o əməkdaşlıq şəraitində qurulmalıdır o şeylər. Biz müəllimlər özümüzü günahla yükləməyək məncə. Hə, müəllimi refleksiya hissəsində qeyd edir ki, burada müəllim dərsdən sonra özünə sual verməlidir. Deməlidir ki, hansı üsul bu dərsdə şagirdlərə daha çox fəallaşdırdı? Məsələn, tutalım ki, müzakirə üsulunu keçirə bilərsiniz, Sokrat dialoqunu keçirə bilərsiniz və s. digər üsulları keçirə bilərsiniz, hə? Amma müşahidə eləyirsiniz ki, bu dərsdə hansı üsul şagirdi daha çox fəallaşdırdı da, yəni daha çox şagirdlərdə beyin fırtınası yaratdı. Sonra kimlər çətinlik hissi çəkdi və niyə? Yəni səbəbi nə idi? Məsələn, elə uşaq var ki, məsələn, sual verə bilmir, amma sən ona yönləndirici suallar verirsən, yönləndirici sual verəndən sonra uşaq cavab verir. Deməli, uşaq birbaşa suala cavab verə bilmir. Deməli, müəllim burada uşağa sual verərkən o uşağı tanımalıdır, o uşağın səviyyəsinə uyğun sual verməlidir. Məsələn, yaxşı oxuyan uşağın sualını sən gətirib orta səviyyəli oxuyan uşağa verə bilmərsən. Yəni, o zaman müəllim başa düşür ki, mən sualı düzgün verməmişəm. Növbəti dərsdə bu fərqləri necə nəzərə ala bilərəm? Yəni, müəllim artıq öz işini burada planlaşdırır. Yəni, öz planını qurmağa başlayır. Mən bu dərsdə nəyi məqsədli şəkildə etdim və niyə? Yəni, niyə görə mən şagirdlərlə, məsəl üçün, deyək ki, belə bir müzakirə təşkil elədim və niyə görə? Müəllim görürsünüz, burada özünə qeydlər aparır suallar əsasında. Şagirdlər hansı dəyişiklik və inkişaf müşahidə etdim? Deməli, müəllim, məsələn, ola bilər hər hansı bir summativ qiymətləndirmə ola bilər və yaxud da müəllimin keçirdiyi hər hansı bir fəaliyyət ola bilər, məsələn, hansısa strategiyanın tətbiqi ola bilər və s. Müəllim bu zaman deyir ki, yəni, bu dəyişikliyi etdim, məsələn, bu necə işə yaradı və s. Mən bunu niyə görə etdim? Hətta müəllim özü ilə görürsünüz, daxili dialoq halında olur. Tədris metodlarım şagirdin marağına uyğun idimi? Deməli, görürsünüz, şagirdin marağına uyğun idimi? Yəni, və bunu düşünməyi hansı nəzəriyyəni əks elətdirir? Təbii ki, Gardner nəzəriyyəsini, çoxnövlü intellekt nəzəriyyəsini nəzərə alır. Hansı vəziyyətdə daha yaxşı? Hə,
Deyir ki, hansı vəziyyətdə daha yaxşı nəticə əldə etdim və nə üçün yaxşı nəticə əldə etdim? Deməli, müəllim öz belə uğurunu belə görürsüz gözdən keçirdir. Deməli, deyir ki, bu refleksiya öz tədris təcrübəsini tənqidi dəyərləndirən peşəkar müəllim modelini formalaşdırır. Əgər müəllim bu sualları özünə verərsə, təkcə bu suallar deyil, müəllimin özünə verəcəyi suallar daha çox ola bilər. Bu və digər sualları özünə verə bilərsə işi ilə bağlı, deməli, müəllim peşəkar müəllim kimi formalaşa bilər. Çünki müəllim özü ilə refleksiya halındadır. Təkcə özü ilə deyil, eyni zamanda şagirdlərinin səviyyəsi ilə bağlı, deməli, refleksiya halındadır. İndi gəlin diqqətli olaq, indi refleksiya üsullarına bir də baxaq. Deməli, bax, mən sizə nə demişdim? Demişdim ki, cədvəllərdə diqqətli olmalıyıq. Deməli, burada üsul verir bizə nə? 3-2-1 texnikası. Bax, refleksiya üsulları çoxdur ha, müəllimlər. Refleksiya deyəndə nə nəzərdə tutursunuz? Bax, əməkdaşlıq şeylər nədir, bu üsulları vardı. Sonra müzakirə ilə bağlı üsulları vardı. Bir də refleksiya üsulları vardı. O refleksiv demək pedaqoji yanaşmada siz refleksiya üsullarının hər birindən istifadə edə bilərsiniz. Biri 3-2-1. Dərsdə öyrənilən biliklərin xülasəsini yazır. 3 dənə öyrəndiyi şeyi yazır, 2 maraqlı olan şeyi yazır və 1 dənə sualı olan, ona qarantı qalan bir məsələni. Sonra refleksiya dairəsi. Bu nə deməkdir? Məncə bu gün. Bax, bu cümlənin sonunu tamamlamalıdır uşaq. Necə olmalıdır? Həm müəllimə aiddir bu, həm şagirdə aiddir. Məncə bu gün daha yaxşı əməkdaşlıq etdim. Deməli, uşaq bugünkü fəaliyyəti ilə bağlı tamamlayır nə isə. Ən yaxşı gördüyü işi yazır. Deməli, bu özü də görürsüz uşaqda motivasiya formalaşdıra biləcək ki, özü ilə bağlı ümidlər formalaşır. Sonra sual körpüsü. Keçmiş biliklə yeni bilik arasında əlaqə qurma. Keçən dərsdə bu cür. Deməli, tədrisin daha keyfiyyətli olduğunu şərtləndirən amillərdən biri də nədir müəllimlər? Deməli, biri də keçmiş biliklə indiki bilik arasında əlaqə yaratmaq, yəni körpü yaratmaq. Belə skaffolding nə deməkdir? Körpü yaratmaq da belə deyə. Deməli, keçmiş burada artıq skaffolding yada düşür. Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqə yaratmaq skaffolding strategiyalarına daxildir. Daha sonra sual körpüsüdür bu. Keçmiş dərslə bu dərs. Bax, keçmiş anlayışı olur burada. Özünə məktub. Şagird öyrəndikləri bağlı özünə yazılı məktub. Məsələn, əziz gələcək mən. İndi anladım ki, nəyi anlayır uşaq burada? İndi başa düşür ki, tələsməmək vacibdir. Məsələn, mənim bir şagirdim var, çox səbirsizdir. Mən hər dəfə onu danlayırdım deyənə, yəni o artıq özündə bu xüsusiyyəti tərbiyə eləməyə başlayır. Məsələn, burada deyir müəllim jurnalı. Müəllim hər dərsdən sonra qısa qeyd. Görürsüz, refleksiya üsulları təkcə şagirdə o müəllimə də aiddir. Qrup işi planlaşdırmış kimi getdi, lakin zaman az oldu. Deməli, müəllim özü ilə refleksiya halındadır. Özünün müsbət mənfi tərəfləri deyir. Müəllim özünə rəy verir sanki burada. Refleksiv pedaqoji yanaşmanın faydaları dərin öyrənmə. Məsələn, burada nədir? Öz dirici düşüncəsini demək izləməyi öyrənir. Müəllim isə öz dərsini təkmilləşdirir. Demək özünə inam, uğur və çətinliklər dərc edir. Müəllim tədris qərarlarında daha inamlı olur. Məsuliyyət hissi, öyrənməyə sahiblik hissi formalaşır. Amma peşəkar inkişaf və innovasiyaya açıq olur müəllim. Yəni inkişafa açıq olur da, deməli. Və ona deyilən iradlardan nəticə çıxarır. Yaradıcı fərqli yanaşmalar axtarır, yeni metodları sınamağa cəhd edir. Eyni zamanda refleksiv pedaqoji yanaşma müəllimi sadəcə dərsləyən yox, düşünən, öyrənən müəllim şagird halında formalaşdırır. Bunu da qeyd etmək lazımdır ki, yəni refleksiv pedaqoji yanaşma əsasən onu da göstərir ki, eyni zamanda müəllim fasiləsiz təhsil alandır. Deməli, adaptiv yanaşma. Təlimdə adaptiv yanaşma nə deməkdir? Nəyəsə adaptasiya olma adətən. Yəni, burada adaptasiya olmaqdan ötəri hər bir şagird başa düşməlidir ki, müəllim sinifdə onun fərdi xüsusiyyətlərini nəzərə alır və şagirdin özünü demək olar ki, inamlı hiss etdiyi bir mühitdir ki, şagird ora alışır. Yəni müsbət mənada adaptiv olmalıdır. Şagird daha demək öyrəşməməlidir ki, müəllim daha çox ona təzyiq göstərən, yəni bu şəkildə yanaşır. Yeri gəlmişkən mən ümumiyyətcə refleksiv yanaşmada dedim, müəllim də şagird işlərində yenilik eləyə bilər və s. Yəni işinə məsələn yaradıcı yanaşa bilər. Məsələn, şagird inşa yazarkən belə daha fərqli mövzulara müraciət edə bilər. Müəllim məsələn tədrisi hər dəfə yenidən təşkil etməklə, məsələn özünə sual verməklə mən daha fərqli necə edərəm, məsələn düşüncəsini etməklə daha görürsüz, məsələn internetdə filan bəzən olur Instagramda qarşımıza çıxır müəllimlər, məsələn gənc müəllimlər dərs keçirirlər. Məsələn görürsüz necə maraqlıdır. Biz özümüz də baxıb həvəslənirik də. Yəni bu da nədən qaynaqlanır? Müəllimlər məsələn daha fərqli olmağı düşünürlər və bu da refleksiv yanaşmadır. Refleksiv yanaşma eyni zamanda müəllimi belə qeyd eləyək də bu deməkdir ki, yəni müəllim fasiləsiz təhsil alandır və daima öz üzərində işləməlidir. İndi gəlin baxaq. Refleksiv yanaşma o deməkdir ki, üzr istəyirəm, adaptiv yanaşma o deməkdir ki, yəni şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması, belə deyək ki,
Yəni mövzunu hər kəs eyni şəkildə öyrənmir və müəllim şagirdlərə mövzunu elə təqdim etməlidir ki, hər bir uşağa uyğun tərzdə, yəni yanaşılma olduğu görülsün. Yəni uşaqların özlərini önəmli hiss etdiyi bir mühitdir. Adaptiv, demək olar ki, yanaşma. Adaptiv, demək olar ki, məsələn, pedaqoji yanaşma təhsildə, bax burada qeyd eləyir, təhsildə ədalətlilik prinsipini təmin edir və hər kəsə bərabər imkanlar yaratmağa meyllidir. Çünki istəyir ki, uşaqlar hamısı mövzuda, yəni bu gün sinifdən çıxanda 5 şagird mövzunu öyrənib, digərləri yerdə qalanlar yox. Yəni mövzunu şagirdlərə elə təqdim etməlidir ki, hər biri mövzu ilə bağlı özü üçün bir nəticə çıxarsın və nəticə etibarilə, yəni öyrənmə baş versin. Və buna görə də adaptiv yanaşmanın özünə əsas prinsipləri var. Birinci gəlir fərdiləşmə prinsipi var burada. Fərdiləşmə prinsipi, gəlin baxaq görək nədir. Fərdiləşmə prinsipində deyilir ki, burada qeyd olunur ki, bax burada qeyd olunur bu hissədə ki, bəs fərdiləşmə prinsipi hər bir şagirdin bilik səviyyəsi və öyrənmə tərzi fərqlidir. Yəni fərdiləşmə o nə deməkdir? Deməkdir ki, yəni adaptiv yanaşmada fərdiləşmə o deməkdir ki, şagirdlərə fərdi yanaşma, individual yanaşmaq lazımdır. Təlim prosesi fərqləri nəzərə almalıdır. Yəni təlim prosesi uşaqların fərqli olduğunu, fərqli pəncərədən dünyaya baxdıqlarını anlamalıdır. Məsələn, eyni mövzu üçün zəif şagird demək, zəif şagirdə yönləndirici və güclü şagirdə isə tədqiqat tapşırığı verilir. Baxın, görürsünüz, adaptiv yanaşma görürsünüz nədir fərdiləşmə? Məsələn, eyni mövzu ilə bağlı elə uşaq var ki, mövzunu yaxşı qavramadı, siz ona yönləndirici suallar verməyinə dərsə cəlb eləyə bilərsiniz, amma güclü şagirdə isə siz ona tədqiqat aparmasına, praktik iş görməsinə imkan yarada bilərsiniz. Daha sonra davamlı və diaqnostik rəy. Davamlı və diaqnostik rəy. Şagirdin öyrənmə səviyyəsi davamlı müşahidə və müşahidə formativ qiymətləndirmə ilə izlənilir. Deməli, şagirdlərin öyrənmə səviyyəsi davamlı müşahidə olunur. Nəy vasitəsilə? Diaqnostik və formativ qiymətləndirmə ilə izlənilir. Yəni müəllim hər dəfə uşaqlarına diqqət etməlidir də, yəni o bərabər imkanları yaratmaqdan ötəri. Daha sonra dəstəyin tədricən azalması, skafoldinq anlayışı. Görürsünüz, skafoldinq anlayışı nə qədərdir burada? Deməli, məsələn, bu nəyə bənzəyir? Sanki uşağa siz velosiped sürməyi öyrədirsiniz. Sürürsüz və uşaq biraz görürsünüz ki, ayağını tərpətməyə başlayır, pedalı tutdu, əlləri artıq ilk dəfə, yəni ruluna toxunduğu kimi deyil də, ilk dəfə pedala toxunduğu kimi deyil, artıq 3-4 gündür siz bunu məşq eləyirsiniz və nəhayətində bir anda siz əlinizi buraxırsınız və uşaq özü gedir. Yəni müəllim görəndə ki, uşaq artıq nə isə bacarmağa başlayıb, artıq orada müəllim yavaş-yavaş da kənarlaşmalıdır. Yəni və yaxud da skafoldinq yavaş-yavaş uzaqlaşmalıdır ki, uşağı tək başına qoysun, eybi yox, səhv etsə də səhvlərdən öyrənərək bir yerə gedib çıxa bilsin. Əsas odur ki, o müstəqilliyi şagirdə tanıda bilsin. Fərdiləşmə, baxın, burada yenə də izah olunub, nə deməkdir? Fərdiləşmə deyir ki, müəllim bütün şagirdlərə eyni tapşırıq və izahı verməkdənsə onların fərdi xüsusiyyətləri, bilik səviyyəsi və öyrənmə tərzlərini nəzərə alır. Bu nə demək? Bu Gardner nəzəriyyəsidir də, müəllimlər. Gardnerdə nə deyirdi? Uşaqları deyir nəzərə almaq lazımdır ki, görək yəni bu da nədən diaqnostik qiymətləndirmə nəticəsində siz bu nəticəyə gələ bilərsiniz. Yəni bax bu düzdür. Burada fərdiləşməni birinci qeyd edib, burada fərdiləşməni birinci qeyd edib. Amma siz bu fərdiləşməni bilməkdən ötəri ilk növbədə siz bunu bilməlisiniz. Diaqnostik qiymətləndirmə aparmalısınız. Formativ qiymətləndirmə aparmaqla uşaqların fərdi xüsusiyyətlərini daha dərindən öyrənə bilərsiniz. Yəni bu da deyir o mənaya gəlir ki, fərdiləşmə. Hər kəs deyir tam fərqli hər kəsə tam fərqli dərs keçirilir. Mövzu eynidir, amma tapşırığın təqdim olunma forması, çətinlik səviyyəsi fərqlidir. Baxın, məsələn, tutalım ki, KSG aparırsınız sinifdə. Bu o deməkdir ki, sinifdə hər cürə şagird var. Deməli, o KSG-ni hər şagirdə bir cür təqdim etməlisiniz. Yəni hamısına eyni məsələn sual təqdim etməməlisiniz. Daha sonra fərdiləşmə ona görə vacibdir ki, zəif şagirdlər çətinlik çəkib motivasiyalarını, güclü şagirdlər isə sıxılıb maraqlarını itirməsinlər. Bax, bundan ötəri lazımdır. Deməli, fərdiləşmə əslində bizim üçün nəyə görə lazım imiş? Zəif şagirdlər çətinlik çəkib motivasiyalarını itirməməsindən ötəri, güclü şagirdlər isə maraqlarını itirməmə, daha çox çətinlikdə qalıb maraqlarını itirməməsindən bağlıdır. Deməli, biz uşaqlara fərdi yanaşsaq, deməli, fərdi yanaşa bilməsək, daha doğrusu, hətta biz ən güclü uşağı belə ən küt uşağa çevirə bilərik. Ona görə də fərdi yanaşma onu göstərir ki, deməli, çətinlik çəkən şagirdlərin
üçün dərs məsələn tutalım Azərbaycan dili dərsini əvvəl sevmirdilər, amma biz indi tutalım ki, məktəbə yeni müəllim gəlir, uşaqların fərdi maraqlarını nəzərə alır və nəticə etibarilə yavaş-yavaş həmin oxumayan uşaqların dərsə marağı arta bilər və oxuyan uşaqlarsa daha da maraqla, daha da əzmlə çalışa bilərlər. Bax, görürsünüz, bu yanaşmanın özünün belə nə boyda təsiri var. Bəs necə fərdiləşdirmək olar tədris prosesini? Baxın, burada qeyd edeyim. Fərdiləşmə əsas 3 istiqamətdə aparılır. Birinci, məzmun üzrə fərdiləşdirmə. Bu nə deməkdir? Baxın, cədvəldə verilib burada. Eyni deyir ki, eyni mövzu fərqli mənbə və səviyyədə təqdim etmək. Məsələn, məzmunu, keçdiyimiz dərsi, mövzunu uşaqların fərqli şəkildə təqdim edə bilərik. Məsələn, tutalım ki, biri şəkil çəkməyi yaxşı bilir. Məsələn, tutalım deyə bilərik ki, sən fikrini necə ifadə edə bilərsən? Uşaq deyir ki, mən şəkil çəkməklə fikrimi ifadə edə bilərəm. Bircə dəqiqə. Hə, deməli, davam eləyək. Deməli, bu məzmunla bağlı idi dedik. İkincisi isə tapşırıq üzrə fərdiləşmə. Bu nədir? Tapşırıq üzrə fərdiləşmə nə deməkdir? Yəni, artıq mövzu ilə bağlı bizim uşaqlara verdiyimiz tapşırıq uşaqların səviyyəsinə uyğun olmalıdır. Məsələn, yaxşı oxuyanı yaxşı, belə daha çətin. Məsələn, çətin deyəndə ki, elə çətin yox, uşaq çıxılmaz vəziyyətdə qalsın. Xeyr, biraz çalışdığından, düşündükdən sonra doğru cavabı tapa bilməlidir. Sonra, dəstək və səviyyə üzrə fərdiləşmə. Dəstək və səviyyə üzrə fərdələşmə. Bu nə deməkdir? Nailiyyəti aşağı olan şagirdlərə ipucu, bələdçi suallar vermək. Məsələn, dəstək və səviyyə üzrə demək fərdiləşmə nə oldu? Nailiyyəti aşağı olan şagirdlərə ipucu və bələdçi suallar vermək. Nailiyyəti yüksək olan şagirdlər isə müstəqil işləməyi təşviq etmək. Yəni müəllim artıq burada şagirdlərə yaxınlaşıb müdaxilə etmir. Şagirdlər artıq burada özləri icra edirlər. Amma çətinlik çəkən, nailiyyəti aşağı olan uşaqlara isə biz görürsüz yönləndirici suallar veririk, bələdçi suallar veririk ki, şagirdlər prosesi istiqamətlənə bilsinlər. Fərdiləşmə prosesi sxematik şəkildə belə təsvir edilir. Deməli, fərdi ehtiyacların müəyyənləşdirilməsi, bir də uyğun resurs və tapşırıqların seçilməsi. Deməli, şagirdlərin fərdi ehtiyaclarını, yəni hal-hazırda şagirdlərin olduğu vəziyyətdə onların nəyə ehtiyacı var? Məsələn, uşaq var ki, elə bir xüsusiyyət var ki, onda var, ona ehtiyacı olan tərəfi müəllim kəşf etməlidir. Daha sonra uyğun resurs və tapşırıqların seçilməsi, yəni şagirdlərin səviyyəsinə uyğun, məsələn, resurs nədir? Kitabdır, dəftərdir, elektron lövhədir və s. Yəni, müəllimin dərsə gətirdiyi avadanlıqlar və vəsaitlərdən istifadə olması və tapşırığın seçilməsidir şagirdin. Məsələn, dəstək səviyyəsinin tənzimlənməsi, uşaqlara məsələn hansı səviyyədə dəstək veriləcəksə onun tənzimlənməsidir. Məsələn, müəllim burada rəy verir, uşaq o özü də dəstəkdir. Yaxınlaşıb uşağı prosesə təşviq eləyir, bu özü də dəstəkdir. Baxın, deməli şagirdin müstəqil öyrənmə bacarığını inkişaf etməsi. Baxın, burada deyir ki, dəstək səviyyəsi nə demək? Şagirdlərə yönləndirici suallar vermək və eyni zamanda onların müstəqil işləməsinə şərait yaratmaq. Budur eyni zamanda şagirdin müstəqil öyrənmə bacarığını inkişaf etdirilməsi. Müstəqil. Şagird bilirsiniz prosesdə sərbəst qalanda da biraz yəni özü haqqında məlumat toplamağa başlayır. Uğur hissi və davamlı motivasiyanın təmin edilməsi. İndi gəlin burada baxaq. Demək olar ki, praktik nümunəyə baxaq. Məsələn, burada praktik nümunə verilir fərdiləşmə ilə bağlı. Təbiət mövzusu, ekosistem və canlıların qarşılıqlı əlaqəsi. Müəllim mövzuya dair 3 mənbə təqdim edir. Birinci mənbə sadə illüstrasiyalı mətin, ikinci mənbə qrafik və cədvəlli analitik mətin, üçüncü mənbə isə tədqiqat xarakterli mətin. Deməli, uşaqların fərdi ehtiyacları müəyyən olunur və ona uyğun mövzu müəyyən olunur. İndi bu da elə ki, uyğun resursun təqdim edilməsi. Daha sonra hər şagird öz səviyyəsinə uyğun mənbəni seçərək oxuyur və tapşırığı həmin deyir ki, məlumat üzrə yerinə yetirir şagirdlər. Adaptiv nəticə. Zəif şagird mövzunu, əsas anlayışlarını mənimsəyir. Deməli, müəllim burada şagirdlərə, görürsünüz, adaptiv yanaşmada müəllim eyni zamanda şagirdə seçim imkanı verir. Və bu verilən seçim imkanı uşağın dərsə adaptasiya olmasına, prosesə öyrəşməsinə gətirib çıxarır. Görürsünüz, uşaqların daha fəal demək olmasına gətirib çıxarır. Sonra indi burada belə bir şey var. Burada qeyd edilir ki, zəif şagird məzmunu əsas fikrim yayındı mənim də. Güclü şagird isə genişlənmiş bilik əldə edir. Bax, görürsünüz, bax buradan hardaydı? Bu dəstək səviyyəsi ilə bağlıdır. Dəstəklə bağlıdır. Gördünüz? Bax, görürsünüz, bax belə situasiyalara diqqət yetirdikcə, qulaq verdikcə əslində cavabı almış oluruq. Aydın oldu? Burada deməli keçək növbəti.
Deməli, gəlirik. Hə, indi deyir ki, burada bu hissədə deyir ki, nə istəyirsən, neysə. Aha, davam eləyək. Deməli, burada gördünüz də, yəni o hissədə görürsüz 3 mərhələdən ibarətdir. Fərdiləşmə özü 3 mərhələdən. Birinci, məzmun üzrə fərdiləşmə olmalıdır. Tapşırıq üzrə fərdiləşmə, dəstək səviyyəsi üzrə fərdiləşmə. Dəstək də ki, uşağa verilən, yəni ipuculardır və yaxud da ona məsəl üçün onu sərbəst buraxmaqdır. Bax bu haldır. Daha sonra dəstək səviyyəsi üzrə fərdiləşməyə baxaq. Görək situasiya necə verilmişdi. Verilib ki, Azərbaycan dili dərsi mətnin deyir əsas fikrinin müəyyənləşdirilməsi. Yəni mövzu olaraq budur. Müəllim şagirdlərə fərdi dəstək səviyyəsi təşkil edir. Məsələn, A səviyyəsi mətni hissələri rənglənib, əsas fikir tapmaq üçün sual verilib uşaqlara. İkinci, sadəcə yönləndirici suallar. Üçüncü səviyyə üzrə isə heç bir yönləndirmə yoxdur, şagird özü nəticə çıxarır. Deməli, nəticə hissəsində müəllim zəif şagirdə kömək edir, amma eyni zamanda güclü şagirdin müstəqilliyini qoruyur. Deməli, müəllim zəif şagirdə kömək edir, amma eyni zamanda güclü şagirdin müstəqilliyini görürsüz qoruyur. Onun müstəqil öyrənməsinə şərait yaradır. Amma zəif şagirdə necə kömək edir? Burada cavabı demir, ipucular verir. Bax görürsüz, dəstək səviyyəsi də budur. Dəstək səviyyəsi zəif şagirdlərə ipucu suallar vermək, yönləndirici suallar vermək, güclü şagirdlər isə tək başına buraxmaqdır. Deməli, daha sonra, yəni mətnin əsas demək olar ki, fikrinin tamamlanması, vizual öyrənənlər şəkil və diaqramla mətni hissələrə ardıcıl düzülür. Audial öyrənənlər mətni audial versiyada öyrənirlər. Əsas fikri məsələn dinləyərkən öyrənirlər. Kinestetik öyrənənlər isə rollu oyunlarından hər hansı bir epizodu məsələn canlandıraraq öyrənirlər. Adaptivlik nədədir burada? Hər bir şagird üstün öyrənmə tərzi aktivləşir. Yəni hər bir şagirdin özünün elə ki, hansı cəhəti yaxşıdırsa, o cəhət qabardılır. Və şagird də ən yaxşı bildiyi işi etdikdə artıq o prosesə öyrəşməyə başlayır, adaptasiya olmağa başlayır. Fərdiləşmə təlim cədvəli, məzmun, tapşırıq və dəstək hissəsinə gəlin baxaq. Məsələn, baxın, nailiyyət səviyyəsi aşağı olan şagird necə olur? Baxın, sadələşdirilmiş, məsələn, məzmun fərqliyi dedikdə nə nəzərdə tutulur? Sadələşdirilmiş şəkli, məsələn, infokart, məsələn, toxumdan bitkiyə qədər mənbələri vizual təsvirlərlə təqdim olunma. Məsələn, uşaqlara görsəllik təqdim edilə bilər. Məsələn, tapşırıq fərqliyi şagirdlər ardıcıllıqla düz və mərhələləri demək olar ki, adlandırır, toxum, cücərti və bitki. Uşaqlar deməli tapşırıq, burada artıq tapşırıq icra edirlər. Məsələn, dərslikdə və yaxud da testdə verirlər. Dəstək səviyyəsində isə müəllim sadə vizual kartlarla istiqamətləndirici suallar verir. Bax, bu nədir? Burada nə baş verir? Bax, uşaq da soruşa bilər. Uşağa məsələn sual verir ki, bax, bu şəkil sənə nə deyir? Uşaq görsən cavab vermir. Müəllim başlayır yönləndirici sual vermir. Burada səncə nə baş verir? Niyə görə bu şəkildə filan epizod bu cürdür? Niyə bunda bu cürdür? Müəllim artıq uşaq baxır, fikirləşir, başlayır cavab verməyə. Əslində müəllim verdiyi sualın tayını sadələşdirərək uşağa təqdim edir. Sonra nailiyyət səviyyəsi orta olan demək müstəqilliyi artan, yəni uşaqlara belə qısa mətn, illüstrasiya, bir toxumun hekayəsi, təxminən 100 sözdən ibarət proses sadə dillə izah olunur. Müəllim təxminən 100 sözdən istifadə etməklə mövzunu uşaqlara izah edir. Bəs görək tapşırıq səviyyəsində bu uşaqlar necə olurlar? Hər mərhələnin necə baş verdiyi qısa cümlələrlə izah et. Müəllim uşağa tapşırır ki, tapşırıq hissəsində şagird özü hərəkət verici olur. Şagirdin hərəkəti burada əsasdır və burada şagird başlayır torpaqda deyir ki, demək toxum torpaqda nə vaxt cücərir? Müəllim sual verir və uşaq burada cavab verməlidir. Tapşırıq fərqliyi. Deməli görürsüz yuxarıda hissədə müəllim deyir ki, şəkillər ardıcıllıqla düz mərhələləri adlandır. Görürsüz burada sadə suallar idi. Birinci toxum, sonra cücərti, sonra bitki. Bu nə deməkdir? Toxumu torpağa əkirik, sonra o toxum cücərir, ən sonda bitki halına gəlir də. Amma biz orta səviyyəli uşaqların tapşırığına diqqət yetirsək, burada qeyd edir ki, hər bir müəllimin hər bir mərhələnin necə baş verdiyini qısa cümlələrlə izah et. Biz artıq burada izah etmək rolunu şagirdə veririk və şagird başlayır burada, yəni birinci mərhələdəkinə nisbətən fikirlərini genişləndirir. Məsələn, biz onda uşağa necə sual verə bilərik? Toxum torpaqdan nə vaxt cücərir? Yəni belə sual verdikdə artıq şagird öz fikrini şərh etmiş olur. Dəstək səviyyəsi. Müəllim bələdçi suallar və cavab strukturu təqdim edir.
Əvvəlcə, sonra nəticədə. Deməli, müəllim bələdçi suallarını, yəni dəstək səviyyəsi, bələdçi sualı. Deməli müəllimlər, deməli həm nailiyyəti aşağı səviyyədə və orta səviyyədə olan uşağa müəllim mütləq şəkildə dəstək göstərir. Dəstək göstərir. Bu da dəstək necədir? Təbii ki, burada bələdçi sualların verilməsi ilə. Deməli, bələdçi sualları nailiyyət səviyyəsi həm aşağı, həm də orta səviyyəli olan uşaqlara verilir. Amma fərq bundan ibarətdir ki, orta səviyyədə olan uşaqlar fikirlərini suallar üzərində bir qədər rahat izah eləyirlər. Yəni ki, tam da əzbərçi funksiyasında olmurlar. Nailiyyət səviyyəsi yüksək olan şagirdlər nə edirlər? Necə olurlar? Bunlar daha çox müstəqil və yaradıcı olurlar. Çünki yəni bunlar artıq adaptasiya olublar da. Yəni amma nailiyyət səviyyəsi aşağı və orta səviyyədə olan uşağa müəllim mütləq dəstək göstərməlidir ki, uşaq adaptasiya ola bilsin və prosesə maraqlı olsun. Amma deməli nailiyyət səviyyəsi sonra verərəm. Get. Bilmirəm, get. Götür get. Deməli, deyir ki, artıq nailiyyət səviyyəsi yüksək olan şagird onsuz da bu uşağı prosesə cəlb etməyə ehtiyac yoxdur. Çünki bu artıq prosesə avtomatik cəlb olunur. Yəni belə uşaqlar var. Genişləndirilmiş məlumat vərəqi verilir uşağa. Müxtəlif biliklərin çoxalma üsullarını müqayisəsi, bax məzmunla bağlı, toxumla, budaqla, kök sistemi ilə müxtəlif məlumat vərəqi verilir və uşaqlar bunu oxuyaraq məlumat əldə edirlər. Baxın, kitabda məlumatlar olur. Məsələn, məlumat kitab ola bilər, müəllim məlumat vərəqi verə bilər, müəllim şəkillərlə verə bilər. Bax, bunlar vəsaitlərdir. Sonra müəllim bu hissədə, görürsüz tapşırıq hissəsində müxtəlif bitkilərin çoxalma yollarını müqayisə edən mini plakat hazırla və nəticə çıxar. Görürsüz, uşaqlar gör nə qədər geniş iştirak eləyirlər. Uşaq özü plakat hazırlamalıdır. Yəni bu da kifayət qədər yaradıcılıq və müstəqil işləməni təmin edir. Müəllim artıq burada müəllim nə qədər də olsa müəllimin fəaliyyəti burada minimaldır. Daha sonra dəstək səviyyəsində müəllim minimal bu hissədə, yəni müəllim minimal demək olar ki, yönləndirmə edir. Tədqiqatın istiqamətini göstərir. Məsələn, tutalım müəllim deyir ki, sən bu mövzu üzrə çalışmalısan. Uşağa ancaq belə dəstək göstərir. Sən ancaq bu mövzu üzrə çalışmalısan və bu mövzunu gedərkən çalışmalısan ki, haşiyə çıxma ki. Belə bu mövzu ətrafında davam elə, onunla əlaqəli olan filan mövzulara baxa bilərsən. Müəllim belə bir yönləndirmə edir uşağa. Daha sonra nəticə və refleksiv demək olar ki, suallar verir. Refleksiv, deməli əvvəl müəllim uşaqlara yönləndirici suallar verirdi. Amma burada isə refleksiv sual verir özü ilə bağlı. Məsələn, səncə hansı üsul daha əlverişlidir və niyə? Görürsünüz, burada artıq refleksiv uşağa özü ilə bağlı refleksiya edə bilməsi, mövzu ilə bağlı refleksiya edə biləcəyi bir sual verir. Yönləndirici sual verir. Yönləndirmə o demək ki, uşağı prosesə həvəsləndirir. Amma yaxşı oxuyan uşağın prosesə həvəsi var. Axı biz ona o sualı verməklə əlavə vaxt itirə bilərik. Ona görə də həmin uşaqlara refleksiv sual vermək daha məqsədə uyğundur. Mövzu hamıda eynidir, amma tapşırıq hər kəsin hazırki səviyyəsinə uyğun tənzimlənmişdir. Bax, görürsünüz, bax burada. Mövzu eynidir, amma mövzu ilə bağlı fərqli suallar verilərək adaptiv yanaşmanı dəstəkləyir. Deməli, əgər məsələn ən zəif bilən uşağa belə biz həqiqətən belə bir imkanlar versək, onun özünə öz potensialına inamı arta biləcək. Fərdiləşmədə müəllimin rolu, baxın, burada nədir? Fərdiləşmədə müəllimin rolu, qələmdən istifadə etmirəm heç. Fərdiləşmədə müəllimin rolu, baxın, burada qeyd olunub. Burada qeyd edir. Şagirdlər daima müşahidə və diaqnostika edirlər. Şagirdləri müəllim daima müşahidə və diaqnostika edir. Sonra tapşırıqları real bacarığa əsasən tənzimləyir. Uşaqların hazırki bacarığı. Məsələn, bax, Roskiri nəzəriyyəsində nə deyirdi? Roskiri nəzəriyyə, əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsində nə deyirdi? Deyirdi ki, uşaqdan sən nəyi bacarırsa onu tələb eləyə bilərsən. Və burada adaptiv yanaşmada onu deyir. Adaptiv yanaşma deyir ki, tapşırıq real bacarığa əsasən tənzimləmək lazımdır. Müəllim baxır ki, uşağın bacarığı nədirsə, ona uyğun tənzimləyir. Sonra zəif şagirdləri ruhlandırır, güclü şagirdləri isə çətin, amma mümkün hədəflər verir. Hər kəs fərqlidir, amma hamı bacarır prinsipi ilə işləyir. Yəni bu qədər bundan. Daha sonra gəlirik biz davamlı diaqnostika və rəy hissəsində. Yəni burada o deməkdir ki, bax burada bu hissədə qeyd eləyiblər ki, qiymətləndirmə öyrənmənin sonu deyildir. Qiymətləndirmə deyir ki, öyrənmənin sonu deyil, onun bir hissəsidir.
Onun bir hissəsidir. Yəni ki, artıq bu nə deməkdir? Davamlı və diaqnostik rəyi uşaqlar elə başa düşməlidirlər ki, bu proseslə bağlı olan bir şeydir. Yəni bu onlara xələl gətirməyəcək. Onların duyğularına, hisslərinə xələl gətirməməlidir. Təlimdə necə tətbiq oluna bilər bu, dəyərli müəllimlər? Məsəl üçün deyək ki, məsələn, təbiət fənni, suyun hal dəyişməsi və müəllim fəaliyyəti. Müəllim fəaliyyəti burada nədir? Dərsin əvvəlində, bax müəllim burada, dərsin əvvəlində şagirdlərə sadə diaqnostik sual verir. Buxarlanma nədir? Sadə bir sualdır, görürsüz? Cavablara əsasən anlayış səviyyəsi müəyyənləşdirilir. Məsələn, müəllim uşaqların cavabına görə müəllim uşaqların anlayış səviyyəsini müəyyənləşdirir. Dərs zamanı hər şagird və yaxud da qrup işi müşahidə olunur və müəllim qısa qeydlər aparır. Görsün ki, qruplarda belə şagirdlərin davranışı necədir. Formativ rəy nümunələri. Sən anlayışı düzgün təsvir etdin. Bax, məsəl üçün, formativ rəy. Məsələn, indi müəllim formativ rəy verir ki, uşağa sən anlayışı düzgün təsvir etdin, indi misal gətir. Yəni, sən təsvir elədin də, yəni onun nəzəri tərəflərini dedin. Amma indi gəl misal gətir. Yəni, misal gətirməklə bu o demək ki, uşaq praktik işləyir də burada. Buxarlanmanı yaxşı izah etdin. Bax, ikincidə deyir ki, yaxşı izah etdin. İndi kondensasiyanı əlavə et. Yəni burada artıq yenə də uşağı belə deyək də yönləndirir və praktik tapşırıq verir. Deməli, burada bu hissədə belə başa düşülür ki, nəticədə şagirdlər səhv etdiklərini dərhal anlayır və öz cavablarını düzəldirlər. Yəni müəllim dərsin sonunda şagirdin və qrupun ümumi irəliləyişini qeyd edir. Ən sonda qeyd edir bunu. Qrupun demək irəliləyişini ən sonda qeyd edir. Azərbaycan dili fənninə gəlin diqqət edək. Baxın burada deyək ki, mətndə əsas fikri müəyyən edir. Müəyyənləşdirməsi mövzu budur. Diaqnostika mərhələsində deyir, dərsin əvvəlində müəllim şagirdlərə qısa mətn oxuyur və bu mətndə ən vacib fikir nədir sualını verir. Sualını verəndən sonra cavablar müəllimə hansı şagirdlərdə əsas və köməkçi fikirləri qarşılaşdığını göstərir. Yəni, burada diaqnostika hissəsində müəllim sadəcə müşahidə edir və heç bir müdaxilə etmir. Sadəcə onlara sanki şagirdlər haqqında məlumat toplayır. Məlumat toplamalıdır ki, artıq formativ rəy verə bilsin. Baxın, müəllim şagirdi tanımasa, şagird haqqında necə rəy verə bilər axı? Rəy verə bilməz. Deməli, birinci, diaqnostik şəkildə müəllim uşağı qiymətləndirməlidir ki, daha sonra formativ rəy verə bilsin. Baxın, məsələn, gördü ki, birinci hissə dərsin əvvəlində müəllim şagirdlərə qısa mətn oxuyur və bu mətndə ən vacib fikir nədir sualını verir. Daha sonra uşaqlar cavab verirlər. Cavablarını da dinləyir və daha sonra sən hadisəni düzgün seçdin. İndi cavaba əsasən. İndi hadisənin səbəbini müəyyənləşdir. Yəni, müəllim uşağa deyir ki, sən hadisəni düzgün seçdin, indi hadisənin səbəbini əla müşahidə etmisən deyir. İndi fikrini daha qısa yazmağa çalış. Görürsünüz, yenə də rəy özü belə şagirdi fəaliyyəti istiqamətləndirir. Deməli, müəllim birinci uşağı rəğbətləndirir bu hissədə, daha sonra ona iş verir. Belə qeyd edək də, uşaqları tərifləyirik. Məsəl üçün, deyək ki, Gələcək Gün romanında orada Musa dayının oğlu necə olur? Atası onu tərifləyir, o da başlayır daha da səylə işləməyə. Yəni, görürsünüz, rəy verir də. Musa dayı rəy verir oğluna. O da daha da səylə işləməyə başlayır və kurikulumda bunu deyir bizə. Deyir ki, sən birinci uşağı müşahidə elə, daha sonra rəy ver. Uşağa rəy vermək üçün tələsmə. Rəy ver. Və birinci uşağa təriflə başla. Təriflə başla. O daha sonra ona iş tapşır. Onun öhdəlik atqına. Yəni, uşaq yorulmasın da, bir növ müəllimlər, yorulmasın. Daha sonra, məsələn, riyaziyyat dərsinə gəlin diqqət edək. Bu dərs çox maraqlıdır əslində. Deyir ki, proseslə bağlı həndəsi fiqurlarda müəllim fərqli demək olar ki, çətinliklə məsələlər təqdim edir, şagirdlər iş surəti və səhvləri müşahidə edir, məlumat dərs sonunda rəy lövhəsində əks olunur. Rəy nümunələri. Düzbucaqlı fiquru yaxşı tanıyırsan. Bax, görürsünüz? Bu hissədə yaxşı tanıyırsan, sahə hesablamalarında xətaların var. Görürsünüz, birinci, müəllim nə edir? Uşağı tərifləyir. Daha sonra onun boynuna nə qoyur? Məsuliyyət qoyur. Yəni, səhvini deyir, onun daha da səylə çalışmasına, belə deyək ki, kömək edir və yaxud da, belə deyək də, o səhvlərini düzəltməsinə kömək edir və s. Birinci, amma desək ki, sahənin hesablamasında sənin xətaların var, desək də. Amma düzbucaqlı fiqurun yaxşı. Deməli, müəllim uşaq biləcəkdir ki, bu halda ona yaxşı fikir söylənir. Amma o deyilən ifadə var, onu həvəsdən salacaqdır. Daha sonra rəyin formalarına gəlin, baxın, burada diqqət edək. Təsviri başvari rəy, demək, necə olur? Dərs zamanı dərhal verilən qısa və motivasiya edici, istiqamətləndirici sözlər olmalı. Nümunə, bu addım çox yaxşı etdin, indi növbəti mərhələni yoxla. Sonra yazılı rəy necə olur? Tapşırıq vərəqində və portfolioda verilən qısa qeydlər.
Əsas fikri tapmısan, amma sübut hissəsini gücləndir. Uşağa deyirik ki, gücləndir. Əsas fikri tapmısan, amma deməli şagirdin çatışmayan tərəflərini deyirik, şagirdin səhvini deyirik ikinci hissədə. Birinci hissədə uşağı tərifləyirik, ikinci hissədə uşağın səhvini üzünə deyirik, demək inkişafa ehtiyacı olan hissəni deyirik. Daha sonra yəni onun boynuna iş qoyuruq ki, iş görsün. Simvolik rəy necə olur müəllimlər? Deməli yazılı rəy dedik ki, biz onu işvari rəyi biz dilimizlə dedik. Yazılı rəy yazılı formada dedik. Simvolik rəy isə emoji, rəng, nişan, stiker və s. vasitəsilə qurulan əks əlaqədir. Məsələn, əla hissəsini bax bunu qoya bilərsiniz. Məsələn, yaxşı başlanğıc. Yaxşı başlanğıcı məsələn bununla deyə bilərik. Və görürsüz iki əyri oxla da yenidən cəhd et deyə bilərik də. Yenidən cəhd et. Görürsüz biz nəsə internetə daxil olanda daxil ola bilməyəndə ox işarəsi gəlir ki, yenidən cəhd et. Özünə və yaxud da yoldaşlara şagirdləri bir-birlərinə özünə və demək bir-birlərinə özlərinə rəy verdiyi rəy. Məncə bu tapşırığı ən yaxşı planı düzgün qurmağım idi. Məncə bu tapşırığın ən yaxşısı planı düzgün qurmağım idi. Deməli görürsüz rəylər təsviri və məqsədi. Rəylərin təsviri və məqsədi var burada. Deməli şifahi rəy olur rəylər, yazılı rəy olur, simvolik rəy olur. Burada emojidən istifadə edir və özü və yoldaşına rəy bildirmiş olur. Hər bir müəllimin bilməli olduğu vacib məqam nədir? Hər dərsdə ən azı bir dəfə şagirdə fərdi rəy vermək lazımdır. Mütləq şagirdin özü ilə bağlı. Səhvləri cavablandırmayın. Onların inkişaf üçün fürsət kimi təqdim edin. Yəni uşaqlara deyə bilərsiniz ki, yaxşı onda get araşdır bu sualı. Şagirdin demə uğurunu riyazi nəticəyə dedi, prosesin irəliləyişini dəyərləndir. Yəni cümlə ilə ifadə elə də rəqəmlə uşağa 5 3 4 vermə. Rəyləri konkret, qısa və əməli addımlarla təqdim etmək lazımdır. Daha sonra davamlı diaqnostik və eyni zamanda diaqnostika və rəy adaptiv təlimin bir növ nəbzidir. Yəni uşağı diqqətdə saxlayır, nəzarətdə saxlayır da, bildiyimiz kimi və şagirdə öyrənməsini izləməyə və burada adaptiv rəylər, yəni bu diaqnostik demək olar ki və formativ izləmə təkcə müəllimin şagirdi izləmək şansı yaratmır. Şagirdlər özlərini izləyirlər və bu da uşaqlarda metakognitiv düşüncəni formalaşdırır. Ənənəvi qiymətləndirmədə müəllim nəticəni ölçürdü. Yəni uşağın yekun. Amma adaptiv yanaşma isə prosesə yönəlikdir, dəyərli müəllimlər. Daha sonra keçək digər bizim dəstəyin tədricən azaldılması hissəsini keçək, oranda izah edək. Daha sonra yekunlaşdıraq dərsimizi. Deməli, burada qeyd eləyir ki, tədrisdə hər bir şagird öyrənməyə müəyyən başlanğıc səviyyəsindən daxil olur hər bir şagird. Bəziləri yeni anlayışı asanlıqla qavraya bilər, bəziləri çox çətinliklə qavraya bilər, bəziləri heç həvəssiz yanaşa bilərlər. Müəllimin əsas vasitələrindən biri də bu fərqliyi görməkdir. Və görürsüz, fərqliyi görməkdir. Hər bir şagird uyğun məqamda dəstək göstərməkdir. Yəni skafoldinq anlayışı ilə məntiqlə bağlıdır. Deməli sən görürsən uşağın çətinliyi çəkir, qavraya bilmir. Nə etməlisən? Sən ona kömək etməlisən. Yəni skafoldinq strategiyalarına istifadə etməlisən. Müəllim şagirdi öyrənə bilməsi üçün deyir, əvvəlcə kifayət qədər demək olar ki, dəstək verir uşağa. Məsələn, hazır cavab və yaxud da məlumat yox, öyrənməsi üçün dəstək verir. Lakin zamanla deyir, bu dəstəyi azalda bilər. Vygotsky deyir ki, burada, əgər hər şeyi müəllim etsə, şagird öyrənmir. Əgər müəllim heç nə etməsə, şagird çaşır. Deməli, bax görsüz necədir? Əgər deyir, hər şeyi müəllim etsə, şagird öyrənmir. Əgər müəllim... davam edirik. Deməli, burada deyir ki, Vygotsky, əgər deyir, hər şeyi deyir, müəllim etsə, şagird öyrənmir. Çünki yəni burada şagirdə fəaliyyət verilməlidir. Əgər müəllim heç nə etməsə, şagird çaşır. Yəni deməli burada müəllimin dəstəyi vacibdir. Amma o demək deyil ki, müəllim şagirdə götürüb hər şeyi, bütün məlumatı özü ötürməlidir. Şagird heç nə etməməlidir. Yox, elə şey olmamalıdır. Və buna görə də skafoldinq anlayışı Lev Vygotsky, deməli Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə əsaslanır. Skafoldinq anlayışı. Ümumiyyətcə Vygotsky'yə görə şagird tək başına müəyyən səviyyə qədər öyrənə bilər, amma dəstəklə isə o daha da mükəmməlləşə bilər. Yəni burada nə ola bilər? Bu dəstək nə? Müəllim uşağa dərsi izah eləyə bilər, müəllim nümunə göstərə bilər, müəllim müstəqilliyə keçid şəklində və sonda müstəqilliyə keçid olmalıdır. Müəllim uşağa izah edir, nümunə göstərir, daha sonra uşaqlar özləri müstəqil şəkildə çalışırlar. Müəllim uşağa ipucu suallar verə bilər, məsuliyyətin demək olar ki, paylaşılmasını verə bilər və s. Bax, belə bir yardım və dəstək göstərə bilər. Skafoldinq təkcə dəstək vermək deyil, dəstəyi kömək demək
Dəstəyi, köməyi mərhələli şəkildə azaltmalıdır. Yəni dozasını get-gedə azaltmalıdır bu etdiyi köməyin ki, uşaqlar özləri sərbəst işləsinlər. Şagirdlərə ciddi şəkildə dəstəyə ehtiyac varsa, yəni Vygotskyaya görə, demək, müəllim ona mövzunu izah edə və model göstərə bilər, nümunə göstərə bilər, ipucu verə bilər uşaqlara. Əgər şagird deyir, bax məsələn, deməli uşaqlar 3 qrupa ayrılır. Zəif uşaqlar, orta səviyyəli uşaqlar və eyni zamanda güclü uşaqlar. Deyir ki, əgər uşaq çox zəifdirsə, məsələn, ciddi şəkildə uşağın məsələn müəllimin köməyinə ehtiyacı varsa, bu zaman müəllim uşağa dərs izah edə bilər, model göstərə bilər və ipucu verə bilər. Əgər şagird orta səviyyədə dəstəyə ehtiyacı varsa, müəllim şagirdlərlə birlikdə fəaliyyət apara bilər. Deməli burada şagirdlərin də rolu var. Amma şagirdlər zəif olduğu halda şagirdlərin rolu olmur. Müəllim uşağa nümunə gətirir. Demək olar ki, bir çox işi müəllim özü edir. Amma şagirdlər orta səviyyədə olanda müəllimlə bir yerdə işləyirlər və eyni zamanda əgər dəstəyə az ehtiyacı varsa, o zaman müəllim sadəcə yönləndirici suallar verib onu müşahidə edir. Yəni müəllimin deyir dəstəyi şagirdin bilik və bacarıq səviyyəsinə asılı olaraq dəyişir. Və müəllim zaman etibarilə görür ki, uşaqlar get-gedə məsələn zəif uşaq məsələn gəlir orta səviyyəli uşaq artıq güclü uşaq olur və müəllim orta səviyyədə uşaqlarla birlikdə fəaliyyət göstərir. Fəaliyyət göstərəndən sonra yavaş-yavaş görür ki, uşaqlar irəliyə doğru gedir və o dəstəyi götürüb ondan azaltmağa başlayır. Yavaş-yavaş, birdən götürmür ha dəstəyi. Yavaş-yavaş götürür ki, uşaq özü də adaptasiya olsun da, çətinliyə adaptasiya olsun bu səfər. Və daha sonra praktik situasiyalardan davam eləyək yenə. Azərbaycan dilində mətnin əsas fikrini tapmaqdır. Müəllimin dəstəyi və mərhələlərindən azaltması. Müəllim öz dəstəyini mərhələlərlə azaldır. Şagirdin dəstəyə çox ehtiyacı varsa, müəllim deyir mətni şagirdlərlə birlikdə oxuyur. Əsas fikri mətnin hansı hissəsində verildiyini onlara demək olar ki, onlarla birlikdə müəyyənləşdirməyə çalışır. Məsələn, bu cür sual demək olar ki, bu cür sual ünvanlayır. Məsələn, bu cür sual gəlin baxaq. Bu mətndə müəllifin əsas fikri hansı cümlədə gizlənir? Bax görürsüz, müəllim dövrəyə girib uşağa sual verir. Uşaq bu sualı özünə vermək gücündə deyil. Bu sualı uşağa ancaq müəllim verə bilər ki, uşaq oxuduğuna əsasən nə isə deyə bilsin. İndi şagirdin dəstəyə orta səviyyədə ehtiyacı varsa, gəlin burada görək nə olacaq. Əgər bu cümlə çıxarılsa, mətnin mənası itər, şagirdlər cütlərlə müzakirə edirlər. Deməli, şagird burada tək etmir, yoldaşı ilə müzakirə edir. Şagirdin dəstəyə o qədər də ehtiyacı yoxdursa, bəs onda müəllim necə davranmalıdır? Müəllim uşağa belə bir sualı verir. İndi özünüz düşünün. Müəllif oxucuya nə demək istəyib? Yəni burada artıq müstəqil şəkildə uşaqlara daha da dərindən sual verir və uşaqlarda müstəqil düşüncə formalaşdırır. Uşaqlar artıq özləri oxuduqlarına əsasən öz müstəqil fikirlərini irəli sürmüş olacaqlar. Gəlin görək, dəstək verməyin müxtəlif formaları və növü mövcuddur da. Təsviri və eyni zamanda burada onun nümunəsi var. İndi gəlin baxaq ipucu. İpucu nədir burada? Tapşırığın cavabını demədən istiqamət göstərmək. Baxın, uşağa ipucu nə deməkdir? Tapşırığın cavabını demirsiniz. Kurikulum dediyi nəyin əksinədir? Uşağa cavabı demək. Deməli, uşağa ipucu suallar verilir. Bu addımda hansı riyazi əməliyyatı istifadə etmək olar? Daha sonra model göstərmək, yəni addımları birlikdə nümayiş etdirmək. Məsələn, onun nəyinsə nümunəsini göstərmək. Müəllim ilk misalı özü həll edir. Məsələn, tutalım, deyək ki, cümlənin sintaktik təhlilini keçmisiniz. İlk öncə cümlə özlərini bilir də uşaqlar. Başlayırsınız sintaktik təhlil nədir? Lövhəyə özünüz yazırsınız və başlayırsınız onu təhlil etməyə. Və onu necə tapılmaq lazımdır? Xəbərdən tapılmalıdır, sonra mübtəda tapılmalıdır və s. Bu şəkildə uşaqlara izah edirsiniz, nümunə göstərirsiniz. Sual vermə, düşünməni yönləndirmə. Məsələn, uşaqların düşüncəsi necə yönləndirilir? Suallar vasitəsilə yönləndir. Əgər bu hissəni dəyişsə, nəticə eyni qalarmı? Özdə sual vermə, bu düşüncəni yönləndirmə müəllimlər açıq tipli suallar olur daha çox. Şagirdlərdə konseptual biliyi formalaşdıra biləcək suallar olur. Addım-addım və rəhbərlik. Demək, bu nə deməkdir? Tapşırığı birlikdə icra etmək, sonra məsuliyyəti şagirdə ötürmək. Müəllim şagirdlə birlikdə işləyir və mərhələli şəkildə artıq geri çəkim. Daha sonra görür ki, uşaqda tərpəniş var, artıq uşağı tək başına buraxır. Yəni birlikdə ilk tapşırıq demək edilir, sonra isə fərdi çalışma verilir uşağa. Daha sonra uşaqlarda demək müşahidə və rəy vermə.
Müşahidə və rəy verilir uşaqlara. Şagirdin deyir ki, müşahidə. Şagirdin müstəqil addımlarını müşahidə edir müəllim. Şagirdlərin müstəqil addımlarını müşahidə edib qısa rəy verir. Daha sonra yaxşı başladığını indi öz fikrini sübut et. Bax, məsələn, müşahidə və rəy. Müəllim artıq uşağı rəy müşahidə eləyib ki, müşahidə etdikdən sonra rəy verir ki, yaxşı başladın, indi özünü sübut et. Bu görürsünüz necə bir nümunə göstərdi. Scaffolding aid nümunə müəllim öyrənməni asanlaşdırır, lakin müstəqilliyi əvəz etmir. O demək deyil ki, şagirdin yerinə özü işləməlidir. Şagirdə dəstək olaraq müəllimlər, şagirdə dəstək olaraq necə dəyişdi? Hə. Şagirdə deyir dəstək olaraq deyir ki, ona bir növ özgüvən formalaşdırmağa başlayır. Bu yanaşma həm intellektual, həm də emosional. Uşaqların deyək ki, qələmimi də xarab elədi bu qız. Hə, həm emosional dayağını deyir, formalaşdırır uşağı. Yəni emosional cəhətdən uşağı dərsə cəlb edir də, adaptasiya edir. Demək olar ki, adaptativ yanaşmanın özünün çətinliklərindən biri də təbii ki, vaxtın çox aparılması ilə bağlıdır. Yəni buna görə də müəllimdən güclü planlaşdırma tələb edir. Və biz nə dedik? Dedik ki, vaxtı aparırsa, deməli tədris prosesində müəllimdən güclü planlaşdırma tələb edir ki, müəllim o qədər çevik olmalıdır ki, o planı anında reallaşdıra bilsin də. Bunun üçün də classroom, ondan sonra quizizdir, daha sonra nə bilim kahootdur. Bunları tədrisə gətirmək lazımdır müəllimlər. Tədrisə gətirmək lazımdır ki, artıq yəni biz adaptiv yanaşmanı da dərs prosesində tətbiq edə bilək. Görürsünüz ki, yəni dərsə belə real olaraq tətbiq eləyəndə alınmır, amma adaptiv yanaşma ilə bu alına bilər. Belə deyək də, yəni baxın bu onlayn platformalar sayəsində alına bilər. Daha sonra müəllimlər adaptiv yanaşmanın özünün üstünlükləri var. Fərdin potensialını aşkarlanması. Hər şagird öz sürəti ilə irəlilədiyi üçün potensial itmir. Şagirdlər potensialı itmir. Motivasiyalı olurlar. Tapşırıq çox çətin. Nə də çox asan olmur. Şagirdin səviyyəsinə uyğun olur. Zəif və güclü şagirdlər eyni zamanda inkişaf edir. Yəni uşaqlarının hər birini eyni anda. Deməli uşaqlara adaptiv yanaşma, yenə də o fikrə gəldik ki, uşaqlar arasında bərabər imkanlar yaratmış olur. Daha sonra müəllimlər müxtəlif səviyyəli dəstək və ədalətli öyrənmə mühiti yaranır. Baxın, adaptiv yanaşmanın ana adı nədir? Uşaqlara bərabərlik yaratmaq və ədalətlilik yaratmaq. Müəllim şagird əlaqəsi gücləndirir. Yəni bu nə deməkdir? Burada scaffolding varsa, deməli müəllim şagird yanaşmasının güclənməsi var, dəyərli müəllimlər. Yəni deyilsə ki, adaptiv yanaşmada müəllim şagird əlaqəsinin güclənməsi var və olacaq da, olmalıdır. Çünki burada scaffoldingdən danışır. Sonra müəllim deyir, hər şagirdin ehtiyacını daha yaxşı demək olar ki, anlayır. Çünki uşaqlara fərdi yanaşır. Ona görə müəllim. Belə, bu qədər izahımız. Qızım da gəldi yanıma.